Neçə vaxtdır dovğa bişirmək istəyirdim. Amma Gürcüstanda balon qatıq tapa bilmirdim. Sonra öyrəndim ki, burada hamı dovğanı süzməklə hazırlayır. Atdım özümə mətbəxə. Əvvəlcə süzməyə 1 stəkan qatıq əlavə edib yaxşıca qarışdırdım ki, duru hala gəlsin. Sonra 2 ədəd yumurta qatdım. Mən yumurtanı əvvəlcə kənarda çalıb o formada süzməyə qatmışam. Ardınca qarışdıra-qarışdıra un əlavə etdim. Qarışdırmaq vacibdir ki, un topa-topa qalmasın. Bu qazan da mənə həmişə nənəmin dovğa qazanını xatırladır. Süzməni qazana yerləşdirib biraz qarışdırdım. Ardınca su və xırda düyünü də əlavə etdim. Qaynayana qədər davamlı qarışdırmaq lazımdır. Dovğa qaynayandan sonra doğradığım göyərtilər də getdi qazana. Göyərti olaraq ıspanaq, şüyüd, kəvər, keşniş və biraz da nanə istifadə etmişəm. Göyərtinin rəngi dəyişənə kimi bişirdim. Dovğa çürüməsin deyə mən duzu yalnız dovğa tam soyandan sonra vururam. İlk dəfə bişirməyimə baxmayaraq o qədər dadlı ağırdı ki, artıq süzmə alıb tez-tez bişirəcəm.